Can Azərbaycan. Salam əziz dinləyicilər və əziz izləyicilər. İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Azərbaycan musiqi sənətindən, muğam sənətindən danışanda elə insanlar, elə şəxslər, elə ifalar, elə səslər yada düşür ki, nə yaxşı ki, muğamın o qədim ənənələrini bu gün də yaşadan sənətkarlarımız var. Belə sənətkarlarımızdan biri də xalq artisti, Milli Konservatoriyanın professoru, opera və balet teatrının solisti, səhnəmizin leylisi, xanım, xatın Nəzakət xanım Teymurovadır. Xoş gəlmisiniz Nəzakət xanım. Çox sağ olun Pərvanə xanım, təşəkkür eləyirəm. Dinləyicilərinizə də salamlarımı yetirirəm. Allah canınızı sağ eləsin ki, bu soyuq gündə istilik qatacaq yəqin ki verilişimizə inşallah. Bəli. Bu gün Nəzakət Teymurova deyəndə bir ustad obrazı gəlir gözümüzün önünə. Çünki artıq sizin yetirdiyiniz nə qədər tələbələr var. Hətta deyərdim ki, bir ordudur. Və dünyanın ayrı-ayrı ölkələrində belə sizin tələbələrinizin səsi eşidilir. Buna görə var olasınız. Buna görə biz sizə dərin təşəkkürümüzü bildiririk. Bilmirəm bu sualı sizə verən olub ya yox, amma mənim üçün maraqlıdır ki, Nəzakət xanım ilk dəfə muğamla necə tanış olub? Bildiyiniz kimi mən özüm Qarabağlıyam. Özünüz bilirsiniz ki, Qarabağda da hər evdən biri səs var, incə sənətə ümumiyyətlə meyillik var. Yəni həmişə elimizdə, obamızda tədbirlər olurdu. Orada Xar bülbül o vaxtı keçirilirdi. Ağdamda tədbirlər olurdu, orada qatılırdı. Təbii ki, muğamı elə dərincəsinə bilmirdik, amma biraz da olsa anlayışımız var idi. Ona görə muğam mənim üçün yad deyil. Özünüz bilirsiniz, coğrafi tərəfdən də baxsaq, Qarabağ torpağı muğam ifaçılarından seçilib həmişə. Yəni atam da o vaxtı hələm yadıma gəlir ki, o vaxtı val idi də. Bəli. Sənətkarlarımızdan o vallardan alırdı, gətirirdi, qolaq asırdı. Yəqin ki, o canımıza, qanımıza hopubdu. O meyillik oradan irəli gəlibdi. Muğamın təbii ki, təhsil önəmlidir. Bakıya gələndən sonra mən bir il hazırlıqda olmuşam Asaf Zeynal kollecdə və 4 ildə təhsil almışam. Allah rəhmət eləsin Nərman Əliyevdən və akademiyada da ustadım, sənətkarımız, xalq artistimiz Arif Babayevdən dərs almışıq. Yəni muğam mənim üçün mənim varlığımdır. Muğam mənim üçün hər şeydir. Yəni tamaşaçılar mənim muğam ifaçısı kimi tanıyıbdı, Leyli kimi tanıyıbdı. Yəni hər şeyimi təbii ki muğama borcluyam, belə deyərdim. Zaman keçdikcə deyirlər ki, insan öz işinin, peşəsinin daha çox fərqinə varır. Və muğam ifaçıları da, böyük sənətkarlar da bunu xüsusi olaraq vurğulayırlar ki, illər ötdükcə biz muğamın fəlsəfəsini daha dərindən hiss edirik. Nəzakət xanım, həqiqətənmi muğam ilahidən gələn bir, necə deyim, çağrıdır, ilahidən gələn bir nəsnədir. Mən bilmirəm bunu necə ifadə eləyim, amma siz hər halda bütün ruhunuzu, bütün hisslərinizi muğamla yoğuran insansınız. O fəlsəfəni məncə siz bizə izah eləyə bilərsiniz. Bilirsiniz, gənc olanda öyrənirsən, səsinin gücünə, potensialına, yəni şaqraq şeylər oxuyursan, get-gedə hər ifaçı o varlığa bilmirəm, özün atır nəysə dərinliklərdən biraz bilsəm, hər oxuduğu muğamı, oxuduğu sözlərin aşiq olmalısan. Yəni boşuna yox da, yəni məsəl üçün ustadlarımız oxuyub, Mirzə Hüseyn, Çahargah, nə bilim, sən də onlara baxıb eyni yox. Sənin özünün ruhun, qəlbin necə hiss eləyirsə, muğam ümumiyyətlə belə bir janrdır ki, hər ifaçı oxuyanda öz tərzin, öz ifasının oxuyanda dəyişir. Mən onu qeyd edim. Həm qəzəllər dəyişir, həm insanın
iç dünyası, muğama baxışı ayrı olur. Yəni hər insan eyni oxuya bilməz. Mən elə gəlir. Eyni ayaqlar olar, klassik muğam ifaçıları o tərzi saxlamalıdır. Amma insanın bir iç dünyası da olmalıdır. Yəni için töhməlidir o muğama. Mən belə deyərdim. Get-gedə də təbii ki, bu belə deyirlər də, gənclikdə səs önəmli olur, get-gedə də hissiyat çox olur. Hiss edirsən nə oxuduğunu, belə deyərdim. Siz iki ustadın adını çəkdiniz. Nəriman Əliyev və Arif Babayev. Hər ikisinin ruhu şad olsun. Böyük Amin, sənətkarlarımız amin. olublar hər ikisi. Qəni-qəni rəhmət eləsin. Ustadlardan aldığınız ən əsas dərs nə olub? Önəmli dərs olub ki, insan olmaq, insanlarla rəftar eləmək. Özünüz bilirsiniz ki, Arif müəllim hara gedirdisə, hamı qalxırdı ayağa. Hansı tədbirə gedirdisə, yarım saat qabaq gedirdi. Bax, o şeyləri, zarafatçılığı idi, ondan sonra tələbələri baxmayaraq ki, yaşca biz təbii ki, ustadımız da qayğısına qalmaqdan əlavə, yəni bir dost idi. Mən indi bax tələbələrimlə bir dostam. Mən keçən dəfə də dedim, tələbələrimlə hərəsinin bir səsinə görə çox istəyirəm, birinin şirinliyinə görə, birinin şıltaq olduğuna görə çox istəyirəm. Yəni insan təbii ki, görə gəlir də. Adicə bir nə bilim elə insanlar olurdu ki, Arif müəllim salam verirdi, baxırdın ki, heç əlaqəsi yoxdur da. Onun böyüklüyündən irəli gələn şeylər idi. O insani keyfiyyətlər idi ki, nə bilim, mən baxıram da o bir ustadlarımıza da o şeyləri, o xüsusiyyətləri mən görmürəm. Ona görə insan olmaq lazımdır. Bu səs də gedəcək, ondan sonra sənətkarlıq da gedəcək, dünyamızı da dəyişəcək, bizə qalacaq nə? İnsanlıq. İnsanlıq, bu yaxşı insan idi. Allah rəhmət eləsin. Bir dənə o şüarla yaşayırıq, belə deyərdim. Ay, Nəzakət xanım, Allah sizə uzun ömür Çox sağ versin. olun, təşəkkür edirəm. Mən belə başa düşdüm ki, xarakter insanın həyatında, xüsusilə uğur qazanmağında böyük rol oynayır. Bəli. Bu yaxınlarda Heydər Əliyev sarayında olan Leyli və Məcnun tamaşanıza Bəli. baxdım. Sözün düzü, mən əziz dinləyicilər, əziz izləyicilər, öyrəşmişəm ki, opera və balet teatrının səhnəsindən baxım. Yəni opera və balet teatrından izləyim. Heydər Əliyev sarayında hiss elədim ki, ifaçılar üçün oxumaq nə qədər məsuliyyətlidir. Çətin demək istəmirəm, çünki siz Məsuliyyətlidir, illərin bəli. sənətkarısınız, amma nə qədər məsuliyyətlidir. Çünki ora opera səhnəsi deyil. Bəli. Necə hiss elədiniz özünüzü orada? Mən onu qeyd edeyim ki, ilk dəfə olaraq keçən ilk dəfə Heydər Əliyev sarayında xalq artisti Məsum İbrahimovla birgə iki tamaşamız olubdu. Təbii ki, bilirsiniz, opera teatrı akustika lazımdır. Səs axır necə deyirlər, oturan tamaşaçılar sıralara getməlidir. Bizim üçün də çətindir mikrofonla oxumaq. Yəni bir də görürsən ki, bizdə səhnədən qırağa çıxanda su içməliyik, nə bilim, onu atmalıyıq, bunu özümüz şeydə olmalıyıq da, bu nədir, geyimləri. Bir də görürsən ki, yadımızdan çıxıb onlar açıq qalıb, səs gedir tamaşaçıya. Ona görə bəzi çətinliklər əmələ gəlir. Mən arzu eləyərdim ki, opera balet teatrımız tezliklə təmirdən çıxsın və opera teatrında yeni tamaşalar, yeni nəsillər yetişsin, belə deyərdim. Məsum müəllim 100 dəfədən çox Məcnun olub. 150 dəfə olubdu. Bu yaxınlarda onun siyahısını aparırdılar və dedilər ki, bəs sən nə qədər oynamısan?
Dedim valla 80%, 90% Mənsub müəllimlə mən ifa etmişəm. Onu saymamışam. Təəssüflər olsun ki, istəyir xarici ölkələrdə, istəyir rayonlarımızda, istəyir Bakıda deyərdim ki, 80%-ın Mənsub müəllimlə birgə. Yəni bu da təxminən 100 dəfədən də çox eləyir. Bilirsiniz, 100 dəfə eyni obrazda səhnəyə çıxmaq. Hər dəfə fərqli Leyli olursunuz. Təbii ki, bu beyinlə əlaqəli olan bir yansıyır təbii ki, ifamıza da. Ola bilər ki, bir dəfə yaxşı oxuyuruq, bir dəfə nəyisə problemlər olur, onu göstərə bilmirik. O təbii bir prosesdir. Ona görə ki, özünüz bilirsiniz ki, burada hər şey bədahətən olur. Məsəl üçün fikirləşmirəm ki, mən burada təbii ki, çərçivəli ifalar var. Onu orkestrlə ifa etməliyik. Amma ki, o muğam şöbələrində sən öz iç dünyanı açmalısan. Leylinin sənə çiyninə qoyduğu roldur da, onu ifa etməlisən, onu başa düşməlisən. Tamaşaçılar bugünkü gündə heç nə süni şəkildə qəbul eləmək istəmir. Özünüz bilirsiniz, informasiya dövrüdür. Hər şeyi tamaşaçı real görmək istəyir. Ona görə də çalışırıq ki, çalışmışıq ki, illərdir bu rolları deyərdim ki, öhdəsindən gələk və bu uğuru da mən həmişə deyirəm, bu uğuru yaşamağı gələcək nəsilə arzu eləyirəm ki, bilirsiniz, tamaşaya repertuar tutulanda tamaşaçı özü istəyibdi ki, biz ifa edək. Onu biz etməmişik. Tamaşaçı özləri istəyiblər ki, Mənsub İbrahimov və Nəzakət Teymurovun tamaşasına gələ biləcək. Yəqin ki, siz bunu o sonradan olan qınaqlara görə deyirsiniz. Bəli. Mən həmişə deyirəm ki, mən opera balet teatrında işləyirəm. Mənə nə o rollar verilir, istəyir kiçiklə tutmuş böyük rollarıma qədər ifa edirəm. Rəhbərlik əgər izin verməsə, biz onu ifa etməliyik. Ona görə də o mənim səlahiyyətimdə deyil ki, necə deyərlər, tamaşaçı istəyirsə bir günə yarı, özünüz bilirsiniz ki, Heydər Əliyev Sarayı böyük bir zaldır. Neçə günə bu biletlər satılırsa, bu tamaşaçının sevgisidir və bizim sənətə olan sevgidir. Mən təbii ki, məyus olurdum ki, biz sənət göstəririk, biz şou göstərmirik ki, bizim arxamızca belə danışsınlar. Yəni, ona görə biraz təəssüflər olsun ki, bugünkü gündə işləyən adamların arxasınca danışırlar. Ona görə ki, işləməyən elə oturur evdə, yəni heç nə işi gücü yoxdur. Danışır ancaq. Bugün insanların zövqü dəyişir. Bəli. Təəssüflər olsun. Bəzən yanlış istiqamətə də dəyişir. Çox yüksək zövqlü insanlarımız da var. Həqiqətən muğam sənətini başa düşən insanlarımız var və bu həmişə olacaq. Çünki muğam bizim milli sərvətimizdir. Sizcə biz bugün muğamı zamana uyğunlaşdırmalıyıqmı? O deyirlər, süni intellekt dövrüdür. Artıq insanların vaxtı yoxdur, uzun dəstgahlara qulaq assınlar. Yəni, muğamın həcminə mən fikir verirəm. Görürəm ki, necə qısala gedir. Sözünüzü bu məni çox üzür, bir dinləyici olaraq. Siz necə düşünürsünüz, Nəzakət? Bilirsiniz, ustadlarımız hansı dövrdə bizim muğamlarımızı qoruyub, saxlayıbdır. İstəyir əhatəmizdə olan ölkələrdən, istəyir, bilirsiniz, saxlayıb da, belə qoruyubdur, saxlayıb ki, yəni bu bizim milli dəyərlərimizdir, millətimizin, mən muğamımızda hər şeyi görürəm də. Ona görə bugünkü gündə bizim muğamlarımızı qısaldılması, çox belə məyus oluram ki, ustadlarımız nə çətinliklə onları qoruyub, saxlayıbdır. Bugünkü gündə biz onların daşıyıcısıyıq, biz icad eləmirik. Onlar, təbii ki, onlar
Allah qəni-qəni rəhmət eləsin Seyid Şuşinskiyə. Ondan qabaq da təbii ki, ustadlarımız var. Üzeyir Hacıbəyova bu sistemə gətirib çatdırıbdı. Amma bugünkü gündə çox təəssüf eləyirəm ki, birdən əsəbləşirəm, deyirəm yəqin ki, bu muğamlarımızın birazdan sonra muzeydə eşidiləcək. Ona görə həcm baxımından, ondan sonra qoruyub saxlanması baxımından, bilmirəm, yaxşı ki, Heydər Əliyev fondu bu layihələrin keçirir, müsabiqələr keçirilir, festivallar keçirilir. Orada qorunub saxlanılır. Amma heç bir yerdə özünüz bildiyiniz ki, muğam axşamları vardı, muğam gecələri, konsertləri var idi. Tam dəstgah formasında bugünkü gündə təəssüf olsun ki, az-az eşidilir muğamlarımız. Ona görə bilmirəm, bunu əlbir olmalı ki, bunu yaşatmaq lazımdır. O uzaqlaşan tamaşaçıları yenidən o salonlara gətirmək lazımdır ki, muğamlarımızı dinləsin. Hansı bir, bilmirəm, onun estetik baxımından da nəsə eləmək lazımdır ki, cəlb eləmək lazımdır. Onun bir çərçivəsini tapmaq lazımdır. Bilmirəm. Bəli. Və siz həm də konsert, belə deyək də, o mədəniyyətini həmişə qoruyub saxlayan sənətkarlarımızdansınız. Hətta Arif müəllim bir dəfə demişdi ki, səhv etmirəmsə sizin özünüzə demişdi bunu ki, Nəzakət, sən bundan sonra heç nə eləməsən də, elə sənin konsertlərin bəs eləyir. Düzdür. Allah rəhmət eləsin ustadıma. Arif müəllim həmişə konsertlərimə baxırdı ondan sonra. Həmişə də birinci sırada əyləşirdi. Dəfələrlə mənə deyirdi ki, Nəzakət, da oxumasan, da bəsdir sən, elə bax bu hansı konsertimdən də, yəni özünüz bildiyiniz kimi 2002-dən elə mən konsert layihələrində 2 ildən bir, 3 ildən bir konsertlər verirəm. Yəni hər dəfə zəng elirdi ki, Nəzakət, da bax bu konsertdən sonra da konsert verməsən də tarixdə qalırsan. Həmişə deyirdim, ay ustad, Allah canınızı sağ eləsin. Yox. Nə bilim, yəni o elə zarafatlarımız var idi. Həqiqətən də bir məsuliyyətdir konsert vermək, bir dəyərdir, bir əziyyətdir, bir yuxusuz gecələrimin deyərdim ki, necə deyərlər, yuxusuz gecələrimin nəticəsidir, bilirsiniz. O konsert vermək çox çətin bir prosesdir. Bilirsiniz, xarici ölkələrdə insan gəlib oxuyur, gedir. Amma bu birbaşa sən o işlərin içində olursan, sınırsan, bilmirəm də, tamaşaçılar yəni, həm də bizim axı muğamı bilən adamlar var. Xaricilər üçün bu yeni bir şeydir. Bəli. Xarici ölkələr demişkən, siz Xarı Bülbül ansamblı ilə az qala dünyanın yarısından çox ölkəsində konsert vermisiniz. Bəli, bəli. Yəni, dünya tamaşaçısı üçün Azərbaycan muğamı həmişə maraqlı olub da, Nəzakət xanım. Və mən çox istərdim ki, Xarı Bülbüldən də danışaq. Çünki onlar sizin sənət dostlarınızdır. Və bu qastrol səfərlərində ola bilməz ki, qarşılaşdığınız hansısa məqamlar olmasın. Deyərdim ki, Xarı Bülbül muğam qrupundan 30 ilə yaxındır ki, iş fəaliyyətim var. Başda Əli Ağa Sədiyev, əməkdar artistimiz, dəyərli dostum. Və özünüz bilirsiniz ki, orada seçilmiş sənətkarlarımız var. Şirzad Fətəliyev, əməkdar artist, Kamran Kərimov, Eşə Mansurov, Xəyyam Məmmədov, bir çox sənətkarlarımız o qrupda öz yerlərin deyərdim ki, həqiqətən də gözəl saxlayıblar indiyənə qədər. Bir dəfə Fransada konsert verirdik. Özünüz bilirsiniz ki, o salonlarda 6 aydan qabaq biletlər bitməlidir ki, o necə deyərlər? O konsert başda tutsun və o salonun tamaşaçıları var ki, orada elə belə ifaçılar yer almır. Nəysə, hamısı fransızlar idi. Nəysə, bir dənə Azərbaycanlı düşmüşdü. Qayıtdı. Keçəndə oxudum, orta hissələrində gördüm ki, dedi ki, Qarabağ maralı. Mənim üçün belə içdən o qədər bu oxuduğuma
necə deyərlər, Xoşuna gəldi. xoşuna gəlibdi. İnanırsınız o tamaşaçılar döndü ona, o xanıma nətər baxdılarsa, yəni bizi sən niyə oyadırsan? Aa. Ona görə Yəni o zaldan qışqırdı sizə ki, Qarabağ Qarabağ maralı və deyərdim ki, onların sənətə vurğunluqları odur ki, elə bilirsən ki, oxuyursan bəyənmirlər, necə də reaksiya yoxdur. Amma inanın qutarandan sonra, konsert qutarandan sonra onların alqışları, dəfələrlə nədir sənətkarları salona çağırmaqları və yenidən mahnılar istəməkləri o məni həmişə yadımda qalıbdı. Həqiqətən də feyziyab olmuşam ki, gör bu da bizim muğamlarımızın zənginliyidir. Yəni mən həmişə deyirəm ki, hansı bir professional ifaçısı getsə xarici ölkələrə, təbii ki, orada uğur qazanacaq. Ona görə muğamlarımızın o qədər zəngindir ki, bizim muğamlarımız belə sakit deyil, həm dinamikliyi var, həm sakitliyi var, həzinliyi var. Ondan sonra amma bəzi muğamlar özünüz görürsünüz ki, insanı yorur. Amma bizim muğamlarımızda o dinamik olduğuna görə, hissiyyat olduğuna görə bizim muğamlarımız seçilir həmişə. Bəli. Siz həm də Muğam televiziya müsabiqəsində münsiflər heyətində təmsil olunursunuz. Həmişə həmin müsabiqəyə baxanda bir məqam diqqətimi çox çəkir. Bəli. Baxın Nəzakət xanım, mən Tələt Qasımov kimi oxuyan xanəndə tanıyıram. Yəni gənc xanəndədir. Eynilə onun səsləri, eynilə onun kimi, onun texnikası, onun ifa üslubunda oxuyur. Qədir Rüstəmov kimi oxuyan tanıyıram. Nəzakət xanım Teymurova kimi oxuyan, yəni yamsılamaq mənasında deyirəm. Onlarla ifaçı var ki, çalışırlar ki, Nəzakət Teymurovanın bütün boğazlarını göstərsinlər. Və yaxud Məsum müəllim kimi, Əli Baba Məmmədovun pərəstişkarları var, Alim Qasımov kimi hətta. Belə iştirakçılar olanda çıxır da qarşınıza. Bir münsif olaraq qərarınız nə olur? Mən həmişə deyirəm ki, gənc ifaçılar müəllimlərini yamsılayır. Yəni onların hələ birinci necə biz məktəbə gedəndə əlifba A öyrəniriksə, bunlar da 4 il müəllimlərin kimi ifa etməlidir. Amma ki, getdikcə təbii ki, ifaçı öz cığır olmalıdır. Atalar məsələ də var, izlə gedən izi qalmaz. Ona görə təbii ki, mən həmişə öz tələbələrimə də deyirəm ki, bütün ustadlarımıza qulaq asın. İnformasiyanız olsun. İnformasiyadan sonra o beynə süzülür o muğamlarımızın. Hər sənətkarlarımızdan bir damcı, bir boğaz, bir qırtlaq öyrənsəniz, sizin öz canınızdan gəlir və o sizin özünüzünkü olur. Ona görə mən həmişə üstünlük verirəm. Tələbə vaxtı demirəm, amma ki, getdikcə ifalar necə deyərlər, ifaçı öz yerin, öz cığırın tapmalıdır. Mən onu deyərdim. Yəni izlə gedən, yəni o ustadlarımız var. Mən onu deyim. Yəni artıq bu cür oxuyanlar var. Bu cür öz cığırın qoymalıdır. Həm də ifaçının öz səsinin rəngi olmalıdır. İfaçı məsəl üçün radioda indi siz verirsiniz də. Oxuyanda bilinməlidir ki, məsələn, Əlidir, Vəlidir. Səslər indi biraz oxşuyurlar bir-birinə. Ona görə öz sənət baxımları olmalıdır. Sənətə yanaşmaq baxımları olmalıdır. İfalarından çox şey asılıdır bu gənc ifaçılar. Mən bilirəm ki, muğam ifaçıları, xüsusilə gənc ifaçılar, bəlkə mənim bu sualıma görə məndən inciyə bilərlər, amma müşahidələrimi deyirəm, əziz izləyicilərimiz. Hətta sizin kimi yamsılayan leylilər də var. Ola bilər. Onlar sizdən öyrənirlər leyli olmağı. Bəlkə buna görədir, yoxsa necə? Yoxsa sizi görmüşük də, Nəzakət Teymurova səhnəmizin leylisi deyəndə hal-hazırda birinci yada düşən ifaçıdır. Pərvan, mən bayaq da qeyd elədim. Mən ustadlarıma hamısına Allah rəhmət eləsin. Təbii ki, o birbaşa mənim müəllimim olmayıbdasa da kimlərsə. Mən hamıya qulaq asmışam. Bir-iki nəfər deyə bilərəm ki, hansısa ustadlarımıza qulaq asmamışam. Amma
o, Leyli olmaq da böyük bir şərəfdir, bir necə deyərlər, bizim xanəndəlik sənətimizin uca bir zirvəsidir də Leyli. Mən qulaq asmışam, amma heç vaxt özümü heç kimə oxşatmamışam. Mən onu qeyd edeyim. Mən həmişə deyirəm ki, bu mənim Leylim, mənim xanəndəlik sənətimin bu mənim sevgimdir, bu mənim qaçqınçılığım dövrümdə olan hisslərdir, o ifama əks etdirmişəm. Ondan sonra çatışıb çatışmayan şeylər vardı, onu mən təbii ki özüm bilirəm. O ifamdan keçibdi. Hər kəs öz dünyasını oxuyur. Mən öz dünyamı oxumuşam. Bu istəyir xanəndəlik sənətində, istəyir Leyli Məcnun, Leylidə. Belə deyərdim. Nəzakət xanım, o qədər gözəl məqamlara toxundunuz. Bizim verilişimiz Can Azərbaycan adlanır və 44 günlük müharibə günlərində yaranıb verilişimiz. Qaçqınçılıq dediniz. Mən sizin ifalarınızda Ağdam həsrətini görmüşəm, Qarabağ həsrətini görmüşəm. Bizim illərlə bu barədə söhbətlərimiz olub, torpaqlarımız hələ işğal altında olanda. Çox şükürlər olsun. Ağdam işğaldan azad olundu və sizin ilk səfəriniz, səhv etmirəmsə, Xarı Bülbül festivalına olmuşdu. Hansı hissləri keçirdiniz Nəzakət xanım? İlk dəfə demək Şuşa alınandan bir ay sonra ayın 27-si dekabrda mən Şuşada idim və orada getdim, meçid var orada. Ayaqlarımı qoydum orada, palıd ağacı var. Öpdüm o torpağı, dedim ay Allah, gör biz hara gəlmişik, gör biz arzusunda 30 ilə yaxın biz bu torpaqların necə deyərlər, həsrətini çəkmişik, necə deyərlər. Yəni oturdum ağladım. Təkcə özə yağış yağırdı, zığlı bir şeydi. Diz, baş, hər yer palçıq. İndiki kimi deyildi. Hər yeri dağıtmışdılar o vaxtı. Dedim şükür Allaha ki, hər şey düzələcək, amma bu torpağın varlığı və bizim orada olmamız bir ayrı bir dünya idi, bir ayrı hiss idi mənim üçün. Elə bil bütün vücudum oralara səpildi. Bilmirəm kimi o hissləri mən Ağdamda da keçirdim, Laçında da keçirdim. Elə bil insanın içinə bir ayrı bir varlıq dolur, belə güclü olursan, təbii ki, baxırsan, evin virandır, ondan sonra əzizlərinin məzarları yoxdur. Amma yenə də şükür edirsən ki, yəni o torpaq bizimdir. Ona görə şükür Allaha, mən Allahımdan çox razıyam ki, nəyi arzulamışam həyatımda, bəzi şeylərdən əlavə torpaq həsrəti mənim arzularımın birincisidir. Ona görə canım Azərbaycan mənim varlığımdır. Canımı qurban belə mən həmişə deyirəm, can deməklə, ölmək deməklə yox. Lazım olanda canını vermək, o insanlar ki, o necə şəhidlərimiz getdi ki, canını vermək. Heç gözümü qırpmadan torpağıma canım qurban olsun. Yəni mən həmişə deyirəm ki, mənim var olmamağım önəmli deyil. Torpağım həmişə əbədi, bayrağımız əsirsə, o dalğalanırsa, mənim varlığım odur. Necə deyərlər? Bu can mənim üçün heç nədir. Bugün istəsələr də bu torpağıma, bu millətimə verməyə hazıram, belə deyərdim. Nəzakət xanım, orada oxudunuz? Vallahi yox. Yəni festivalda demirəm, səhnədə demirəm. Səhnədən əvvəl, məsələn mən 90-cı illərdə uşaq idim. Yadıma gəlir ki, torpaqlar işğal olunduqca qaçqın və məcburi köçkünlər gəlirdilər. Və biz şəhər uşaqları üçün qəribə bir mənzərə idi. İlk dəfə bayatının nə demək olduğunu Laçınlı qonşumuz Xoşbəxt xaladan öyrəndim. Bəli. O bayatı demirdi, o ağı deyirdi. Yəni toyda oxunan mahnılarda da bir ağı var idi. Sonralar biz çox yaxın qonşular olduq. Onların toy məclislərində. Yəni elə bilirdim ki, illər keçdikcə insanlar yaxşıya doğru dəyişir. Amma necə ki bir məclis olurdu, orada yenə o bayatılar var idi, yenə o ağılar var idi. Biz xoş gündə də,
xoş olmayan gündə də mən elə bilirəm ki, bu bilmirəm, bu Qarabağ folklorundan gəlirmi o ənənə? Muğamdan gəlirmi, musiqidən gəlirmi? Mən bunu izah eləyə bilmərəm. Pərvanə xanım, onu qeyd eləyim ki, insan get-gedə o torpağın varlığını, torpaq özü çəkir onu, insanı. Özündən asılı olmaya. Elə bir ruh verilib də sənə torpaqda. Orada gözünü açırsan, o ruh orada sənə nə bilim Allah Taala tərəfindən üfürülürmü, nədir bilmirəm o hansı bir proses gedir. Getdikcə bax bu gün məni lazım bilsələr mən hər şeyi atıb gedərəm öz torpağıma. Ağdama gedərsiniz. Bəli, gedərəm. Bilsəm ki, orada mən lazımam, təbii ki, ora gedərəm. Mən onu qeyd eləyim ki, mən ailəmi də götürüb öz torpağımız Ağdama getdik və viran olmuş evimizə getdik. Yenə də orada getdim, Allaha min şükür elədim ki, heç nə yoxdur da, viran olubdur heç nə. Yenə bu torpaqlar bizə qaytarılıb, orada illər keçsə də o yaşayış olacaq, amma ki, həsrətlə baxdığımız o torpaqlar özümüzdədir. Şükür eləməkdən başqa Heç nə. Heç nə. Və heç nə də oxumadınız. Heç nə gəlmədi. Yox. Heç belə içimdən elə mən o torpaqdan çıxanda arzularımın dalınca çıxmışdım. Mən ora çıxanda 16 yaşım var idi. Özünüz bilirsiniz ki, mən ayrı məktəbdə 2-ci təhsilim olub. Musiqi. Yəni arzularımın arxasınca gəldiyim illərdən sonra mən öz torpağıma getmişəm. Donub qalmışdım da bir sözlə. Bilmədim ki, elə bil ki, lent kimi fırlanırdı gözümün O çətin illər, çətin illər, ondan sonra gənclik illərim, belə mənim üçün ən doğma, ən saf, ən məsum bir illərim gəldi, keçdi gözümün qabağına. Bəli. Nəzakət xanım, mən sizi əlbəttə ki, belə sentimental duyğulara qərq eləmək istəmirəm. Çünki hələ hər şey qarşıdadır. Bəli. Dediyiniz kimi, mən bilirəm ki, çox gözəl işlər, layihələr sizi gözləyir. Deyirsiniz ki, əgər mən lazım olsam, siz bizim elə sənətkarımızsınız ki, həmişə hər yerdə lazımsınız. Və mən ümid edirəm ki, bizim belə bir söhbətimiz çox keçməz. Yaxın vaxtlarda elə Ağdamda olacaq. İnşallah. Bu o qədər də artıq əl çatmaz arzu deyil. Bəli. Bir vaxt var idi ki, biz Qarabağda görüşənədək deyəndə ürəyimizdən o qədər arzu xəyal keçirdi ki, amma bu gün o əl çatmaz bir arzu deyil. Mən sizə dərin təşəkkürümü bildirirəm. Çox təşəkkür edirəm. Çox sağ olun gəldiyiniz üçün və sonda nə arzu edirsiniz? Bugünkü gənc ifaçılara, ümumiyyətlə muğam sənətimizə, muğamımıza çox istərdim ki, öz arzularınızı bölüşəsiniz. Öncəliklə minnətdaram, təşəkkür eləyirəm bu xoş sözlər, ünsiyyətimizə görə Pərvanə xanım sizə. Gənc ifaçılara təbii ki, arzu eləyərdim ki, milli dəyərlərimizə, millətimizin necə deyərlər, əsas dəyərləri var da, onlara həmişə üstünlük versin, muğamlarımızı qorusunlar. Muğamlarımız bizim sərvətimizdir. Yəni indiki çox təəssüf eləyirəm ki, indiki muğam ifaçıları mahnılarla tanınır. Amma mən istəyərdim muğam dəstgahlarla, o dəstgahları ki, ustadlarımız bizə miras qoyub gedibdir. Onları da qorusunlar, saxlasınlar. Belə arzularım var ki, yaşasınlar, yaratsınlar, gələcək nəslə bir nümunə olsunlar, belə deyərdim.